Salam, hər vaxtınız xeyir olsun əziz xanımlar. Kanalımızda hər birinizi xoş gördük. Bu günləri qışa hazırlıq görürük. İlk öncə sağlıqlı bitki çayımızı hazırlayaq. Günün yorğunluğunu çıxmaq üçün zeytun yarpağı, biberiyə və melisa çay hazırlayırıq və içinə də 3-4 ədəd qarağat atıram. Və qoyacağım dəm alsın. Əziz xanımlar, bu günləri sizlər üçün yarpağın ən asan bağlanma üsulunu paylaşıram. Artıq 2 ildir ki, mən də bu üsulla hazırlayıram. Qışda bankanı açanda yarpaqlar sapsarı və yeni kimi qalır. Yarpağın saplaqlarını çox da dərindən kəsmirəm, yarısını kəsirəm. Yarpaqları qupquru halda quru bankanın içinə saplağı ilə birlikdə yığıram. Çox sıx olmamaq şərti ilə hamısını belə yerləşdirirəm. Və bir ədəd salfeti və kağızı yandırıb üzərinə qoyub tez bağlayıram. Qapaqlar təzə olmalıdır. Ən vacib bir məqamda sizə çatdırım ki, kağızı və ya salfeti yandırdanda biraz yanmalıdır. Sonra siz onu qapağın altına qoyub bağlamalısınız. Çünki bankanın vakuumlanmağı üçün orada istiliyə əmələ gəlməlidir. Mənim yarpağımdan biraz qalır. Bunu streçə büküb, möhkəm kənarlarını elə bükürəm ki, kənarları hava çəkməsin. Dərin dondurucuya atacağım. Siz də xanımlar yarpağı bu cürə sağlıqlı və asan bir üsulla hazırlayın. Rəylərinizi, fikirlərinizi gözləyirik və kanalımıza da abunə olub bəyənmə tonuna basmağı unutmayın.